Orada bir qoza kişi mənim daşını ayağımın üstünə vurdu. 4-5 dəfə iki ayağımın içində. Ayağım şişmişdi. 2 saatdan sonra gəldi mənim Kəlbəcərdən 9 dənə namaz edir. Hətta onlar Mişoxda dedilər ki, gətirin. Mişoxda başda yatmışdılar. Bir nəfər başını kəsib yatmışdılar. Ayağı yandırırlar, əlinin üstünü yandırırlar, əlinin üstünü yandırırlar. Ayağın ortası yoxdur, oranı kəsirdilər. Özü bir kəsirdə belə dərin qalır. Tuzu tökürdü ora. Zannet deyəndə bir şeylə bağlayırlar ki, qalsın orada. Mənim başım belə tuturdu, baxa-baxa, 3 yerə böldü o uşağı. İsmailov Yaşar vilayət oğlu. 1968-ci martın 3-ü anda olmuşam. Qarabağ döyüşlərinə də ki, könüllü olaraq yazılmışam. 1993-cü mart ayında könüllü yazmışam. Mart ayının 25-i hərbi hissədən bizi Kəlbəcər bölgəsinə aparıblar. Kəlbəcər bölgəsində döyüş zamanı, yəni itkilərimiz də oldu, yaralarımız da oldu. Mən isə Tərtər çayına keçən vaxtı çay istiqamətində məni çay biraz qabağa apardı. Yəni öz yoldaşlarımdan 3-4 nəfər tacir çaydan bizi aralı apardı. Bitər, mən elə ki, 100-150 metr getdiyimiz yerdən 150-200 metrə yaxın başqa bir istiqamətdən çıxdım. Və dağa tərəfə çıxdım elə, yəni öz yoldaşlarıma çıxa bilmədim. Biraz ıslanmışdım, həm də yorulmuşdum. Şiddətli döyüşlər edirdi, yəni hər iki tərəfdən döyüşlər edirdi. Döyüşlər getməyə baxmalar, yəni biz də özümüzü itirmirdik, lazım müqavimətlər göstərdik. Mən martın 31-də uşaqlardan ayrı düşdüm mən. Hava qarından sonra. Yəni çay keçən vaxtı biz 50-30 tuturduk ki, yəni birimizi çayın sürəti bizi ayırmasın. 2 nəfər vardı, mən onların içində dayanmışdım. Onlardan bir nəfər əl açıldı və 4 nəfər idi biz. Biz ayrıldıq. İstər-istəməz ayrılamadı, çayın da sürəti bizi hara axırsa ora aparırdı. Mən elə bir şey onlardan ayrıldım. Ayrılan zaman azı 200 metr belə gedəndən sonra sahilə çıxdım mən. Sahilə çıxanda bizim uşaqlar dağa aşmışlar, bilmədim ki, ölən var, yaralı var. Necə olduqlarını bilmədim. Martın 31 idi. 31 gecə mən dağda qaldım. Yəni soyuq mart ayında Kəlbəcər bölgəsində hava soyuq olur. Əlimizdəki puşlat da, hər şeyimiz suyun içində. İstər-istəməz mən soyundum biraz, özümü biraz rahat olmaq üçün. Aprelin 1-i həmin bölgədən gələndə biz Ağdavanda idik. Ağdavanda tunel olan bölgədən şeydik. Və orada ermənilər bir arteriyada Ağdavanın tunelinin körpüsü vardı orada. Oradan vurmağa başladılar. Biz istəyirik ki, oradan aşağı, oradan qaydaq gedək. Gördük oranı bomba-varaman edirlər. Mən geri qalanda təzədən 2 nəfər də orada. 2 dənə Qrajdanski vardı. Biri hərbi geyimliydi, amma Qrajdanski yaşlı kişi idi. Biri isə cavan oğlan idi. Elə sobanı deyik, mən polisdə işləmişəm, nə deyim. O nəsə üçümüzü qarşılaşdı elədik. Bu bomba-varaman eləyən vaxtı bu 2 nəfər yox, mənim yanımdan yox çıxdı. Amma mən aşağı düşəndə yollar meyitlərini, kişinin meyitini mən çayın qırağında gördüm. Təzədən mən qalxdım dağa ki, özümü qorumaq üçün.
Mən özümü qorumaq üçün düz 3 gecə mən dağda qaldım. Aprelin 4-ü məni tutdular. Məni tutanda təzədən ermənlə mənim aramda arasa 100-120 metr aramız vardı. Mənə qışqırdılar ki, türk dayan. Mən 2 dəfə məsələn cəhd elədim ki, sıldırım qayıdı, dağın aşağısında da çay axırdı. O Tərsər çayı. Nə qədər 2 dəfə, 3 dəfə ürək elədim ki, atım özüm ora ki, verməli savun. Ürək elə bilmədim. Yəni papağımı gözümün üstündən çəkdim. İstər-istəməz adam biraz vahimə çəkilir. Oraya baxanda adam istəyir ki, oradan kimsə oradan düşsə elə, yəni ki, o adam sağ çıxmazsan. Papağımı gözümə çəkdim, özümü qabağa verdim. Bir anlıq onu istədim ki, mən suyun içindəyəm. Suyun içində olanda bir dərin yerdən çıxdım, dayaz yer vardı. Ermənilər də düz çay məni bir sənə kimi apardı. Ağdabandan Duranbana gedən yol vardı. Düz o yolun üstündən çay var, qamaşdı. Ermənilər də məni gördülər, bir dənə BT, bir dənə tank. Düşdü mənim dalımca. Girdilər tankı verdilər çayın qırağına. Mən gəldim, ilişdim tankın cebinə. Və mən oradan dartdılar, çıxartdılar. Çıxaranda ola bilirlər ki, Azərbaycanlıyam, döyüşlüyəm. Məni başladılar döyməyə. Ermənilər məni vaz maşınında gətirəndə yolun qırağından bir kamaz, bir dənə də traktor vardı, lapet idi, yanmışdı. Ermənilər vardı ki, biz sizi belə qıracağıq. Kamazdan nə qədər adam yanmışdı. Həqiqətən kamaz, sarı kamaz idi, Kəlbəcərlər idi. Köçən vaxtı mərmi düşmüş, neysə, kamaz yağı yanmış. İçində də məni yaxın getdilər. Kamazda olan meyitlərdi mən gördüm. Yanmış meyitləri. Hələ bir iki nəfər əskər vardı orada. Yanmış meyitlərin arasında nəsə axtarırdılar. Yəni meyitdən pul axtarırdılar, nəsə axtarırdılar. Bu ki, mən deyirəm buna gətirəndən sonra, Padvalda biraz döyəndən sonra, olan böyüklər gəlir, kapitan gəldi bir dənə. Danışdılar, elədilər. Neysə, ora-bura, nəsə sorğu-sual elədilər, mənə soruşurlar. Hansı hərbi istədik, nə qədər vurdunuz var, nə qədər... Mənə dedim ki, bilmirəm, bizim bölgədə postumuz elə 8-9 var idi. O qədər ölüb və təmin qalmışam. Belə soruşurlar, nə qədər tankınız var, nə qədər ordunuz var. Yəni onlar maraqlanırlar, görmürsün nə qədər ordunuz var, nə qədər silahınız var. Sizi əsir tutduqdan sonra hara apardılar ki, hansı həbsxanada? Bizim Dərəmbarda mən 12-13 saat Dərəmbarda qaldım, Ağdərənin Dərəmbar kəndində. Ondan sonra məni oradan, o Mammedlərdə Qırmızı Aypara Zəmətin vaz maşını vardı 2 dənə. Gəldi, onlar təsadüfən gəldi, bizim üstümüzə çıxdılar. Bizim üstümüzə çıxanda, ola bilirlər ki, əsir var. Onlar demişlər ki, qrajdanskılar var, Kəlbəcərlər var. O Kəlbəcərləri siyahıya alanda məni də gördülər, məni də daxildə siyahıya. Yəni, Qırmızı Aypara Zəməti məni siyahıya aldı. Onlar məni biraz rahatladılar, qorxma, nə eləmə gəlir, sən hərbiçisən, düşmürsən, ermənilərin Azərbaycan tərəfdə danışıqlar edəcək, dəyişiklər edəcək. Və belə şeylərin sonra Kəlbəcərlərlə harca 17-18 nəfər Kəlbəcərlərlə bir də mən, bir dənə də hərbiçi vardı. Bir adını bilmədim, elə bildim ki, hərbiçidir. Onu şüyə çatmaq orada düşürdülər. Onu bilməm, hara apardılar. Yəni, o çox yaralanmışdı. Yəni, onu orada düşəndən sonra bizi getdilər Şuşanın türməsinə. Şuşanın türməsinə biz çatandan yaxın, səhərə yaxın. Axşam çıxmışdıq. Səhərə yaxın çatanda bizi kameraya salan kimi də qara gün başladı. Yəni, orada
Rahat söhbəti yoxdur, rahat almaq, nəfəs almaq söhbəti yoxdur. Səhər saat 9-10 idi, həmin o 2 dənə maşın Krasnoyarsk gəldilər. O qədər kəlbəcərləri bir də məni siyaya aldılar. Yenə də mənə dəstək olmasın deyirlər, belə yaxşı olacaq belə. Bunlar çıxdılar getdilər. Yəni Şuşanın türməsinin rəisi vardı Armon. Armon kişi idi, azı mənim o 25-26 yaşım vardı. Onun artıq 38-40 yaşı olardı belə. Çox qəddar idi. Qəddarın qəddar. Yəni o özü vurmurdu, yanındakı nazorlar vardı. Hərbiçiləri vardı yanında. Deyirdi ki, vurun bunları, döyün. Yəni Şuşada 24 saatin ərzində biz o arada işləyən ərəfələrdən saymasaq 2 saat, 3 saat biz dincəlsə böyük şey idi. Yəni yatmaq söhbəti yoxdur. İşgəncələr verirdilər. İşgəncələr, Hansı tür işgəncələr? işgəncələr bizəncədir. Allah eləməsin, məsələn, kimsə hansı bir hərbiçini, hansı bir erməni bir qovumu döyüş vaxtı yaralanır, ya şəhid olur, sağlar demir. Belə deyək də. Onun qovuma qabası biz də Şuşada əsirlər var, gəlirlər bizim yanımıza. Qrajdansklar, mülki adamlar gəlirlər və icazə alırlar bizi kameranın içində necə var döyürdülər. Təpik demir, yumruq demir, lapatka sapı ilə. İnanırsan, baltı ilə də bizi vurublar. Bizdə Minsevidən olan vardı, baltı ilə necə vurdularsa, lapatkası qırıldı. Nıkkı vardı da, yani o səhəzin evimizdə onu qaçırırlar ki, işləməkdən. İşgəncə bizəncə, işgəncə nə işgəncəsən? Onların işgəncə deyil, onlar bizəncədir. Elə bir ki, ölümlə üz verirsən də. Biri var ki, 2 dənə təpik varlar, 2 dənə yumruq varlar, yox. Yəni onlar mənim qabğam vurub sınmışlar Dramanda. Biri də qabğam sınıqdı, gəlib təpi ilə yenə vurdular. Mənim güllə buradan girmişdi, oradan çıxmışdı, yaralı olmaqdı. Şiş vardı belə. Ayağını açırdılar, ayağına. Palçıqlı ayağına, həmin yarının üstünə vurdular. Deməli, mənim sımasım, baldırımla topuğum eyni idi. O ne burada şişmişsə, mən topuqla baldır eyni var, azmarda idi. Yəni, onların baxmırlar, sən cavansan, sən arıqsan, sən... Yəni, baxmırlar. Onlar üçün sən həyatda bir vəhşi bir insansan. Yəni, o vəhşi kimi deyirlər. Şəxsən məni Şuşanın türməsində Nartıvan bağına aparıb işlədəndə orada bir qoca kişi mənim çay daşını ayağımın üstünə vurdu. 4-5 dəfə, 2 ayağımın içində. Ayağım şişmişdi. 2 saatdan sonra gəldi mənim kəlbədən 9 dənə namı çəkdi. Yəni o birincini çəkdi, ikinci çəkdi, üçüncü çəkdi, hiss eləmədim. Ayaq şişmişdi, şeyləşmişdi, yəni hiss eləmədim bunlar nəsə eləyir. Çolçağı barmağımla, bu barmağımla, çolçağı barmağımı da çəkməmişlər. Onun yanındakı, o elə bilsin yaxşı əzilməmiş deyə daşlamaya. Onun çəkində hiss elədim, nəsə eləyib ki, ağrılar var. Yəni onlar əməl başlayır. Əzirdilər kəlbətinə. Ağırdı kəlbətindən palçıqlıdır, mazıtlıdır, baxmırlar. Çəkirdilər. Və mənim külü yoxdur. Əskinin külü yoxdur. Əskini yandırdılar, külün bu töklə ayağıma. Ayağımın vasitlə qanı kəssin də. Elənçini ayağımı sürdə məni getdilər Şuşanın türməsinə.
Şuşa türməsində aprelin 24'ü, 25'ine, aprelin 4'ü, 5'ine sene Şuşa türməsində geldi. Biz harasa 22-23'ü, aprelin 24, 22-23'ü eləməli orada bəzi türmələrdə olan əsirləri gizlədirdilər. Hansılar ki, Krasna Kıtəsdə düşüb, onları saxlayırdılar. Mən də başa düşmürüm. Sonradan sonra bildik ki, Şuşa türməsində çox əsir var. Məsələn, biz 16-17 nəfərdik. Bir də vaxt gördük ki, azı 7 nəfər bir apardılar, 3 nəfər bir, 5 nəfər bir. Yəni, qrup şəklində Azərbaycanla bilirdik ki, əsirdirlər valla. Aprelin 24'ü başqa yerdən Xankəndindən də getdilər. Başqa yerdən də Krasna Kıyasda olan əsirlər getdilər, tanımadığımız bizim yanımıza. Aprelin 24'ü bizi başladılar Dumikine dövməyə. Qoca demək, kişi demək, yəni hamını. Özü mülki adamlar da vardı, neçən türmə də vardı. Deyirlər ki, bugün siz nə gündür, bugün cenazə günüdür. Türklər bizim belə elib bə, vazgeçin qulağın belə kəsib bə, biz də sizin bədənizdən qan çıxarmalıyıq. Hətta onlar Mişoxda deyirlər ki, gətirin. Mişoxda başla yetmişdilər. Bir nəfər başını kəsib yetmişdilər. İnanırsan, onu top kimi oynayırdılar orada. Yəni, bizə göstərdi ki, sizin başınızı bir top kimi oynadırıq. Yəni, onlar ginastiki özlərində, bizim döymən özlərində bir ruh düşünüyorlar ki, bir onların bayramlarıdır. Həmin günü aprelin 24'ü Kəlbəzərdən bir dənə kişini də bizim yanımızda güllələdilər. Yəni, Kəlbəzərdə ağsaqqal kişilər vardı. Az 65-70 yaşı olan bir kişi vardı. Öndə kişiydi, Məhəmməd adlı bir dənə nurani kişiydi. Onunla məni bu meyidi götürüb, Şuşa türməsinin aşağısında qəbristanlıq vardı. Balaca bir qırıq lapatka verirlər ki, zaman qalsın, onu bastın orada. Yəni, orada biz həmin adamı orada bastırdıq. Ondan qabaqda, 2 gün qabaqda bir nəfər o Minsevili olan vardı. Onu bastırmışdıq biz. Məhəmməd kişi ilə. Arası bir aydan sonra kamerada oturmuşdum. Deyirlər ki, Minsevili əskəri kim bastırır, kim yerini bilir. Soruşurlar, dedim, mən bastırmışam falan kazana. Biz onu o vaxtlar bastıranda da bilsəniz əli, dini aləmdə biz bilmirdik. Belə yeri qazırdı, Məhəmməd şey deyim, Məhəmməd, bu necə bastıracaq? Deyib bastıracaq, qibləni tuturdu, eləyirdi. O vaxtın kişilər də Quranı yanına oxuyur deyilirdi. Dəfn edir belə. Yəni üstünə belə paltarlı yatdı. Daha durub üstünə də 15-20 santim qumartadıq çıx gəlirdi. Yəni onların beləsinə bizim qəbirləri də qayıtdı. Çox belə qəddardılar. Bizim qəbirləri orada aşırırlar. Məni orada meyidi bastan günü mənə qarşı bir dənə mənim vardı. Qarşı nə sıçıyor çəkim vardı sənin cavanlıqda. Nə sıçıyormsan? Dedim, arası 70, 68-70 göbək çəkim olub. Bir məscid daşı vardı. Məni vardı yıxıldım məscid daşının arxasına. Və məscidin qəbir daşının baş tərəfi yoxdur məscidi. Onun yerindən tapırdı, bıraxdı mənim üstümə. Bıraxdı mənim üstümə, gəldi düşdü mənim qabqalarıma. Yəni, o ağrıları bir üçün də mən yenə də çəkirəm. Ərdən ağır nəsə bir şey ötəndə, görsün nəsə batır. Düz əyri bitib. Bir-birinin üstünə bitişən var, ağızları bitən var. Yəni, bir gündə ermənilərin Azərbaycan əsirlərini eləmədiyi zülmləri bir, iki, üç demək olmaz. Onlar nə cür desəm onlar zülm ediblər. Yandırırlar. Mənim dırnaq burama, baldırımın başına, mən 18 yanmışam mən.
Güllerini kızdırırdı, kas getirirdi bura. Kas. Benim burama kas bulmuştu. Üniversiteden gelen sonra buranı yandırdım. Kas bilinmesin burada. Ayağı yandırırlar, elin üstünü yandırırlar, elin üstünü yandırırlar. Yani kəsirdilər, duz basırdılar. Yumuşaq, ayağın ortası yoktur. Oranı kəsirdilər. Özü bir kəsirdi belə, dərin qalır. Tuzu tökürdü ora. Zannetməyəndə bir şeylə bağlayırlar ki, o qalsın orada. Tuz da adamı yandırır. Düzmə eləməmiş də orada uşaqlar vardı. Yedə bilmirlər. Deyir, yaşadı, ölürlər bir. Onlar da icazə vermirlər ki, atsın, baxsın. Yatanlar ayaqqabılı yatırdı. Biz ayaqqabı soyunmuyordu. Hansı paltarla gedirdisə, elə onlarla. Çünki üstümüzə örtmə bir yadiyamız var, nə balaşımız var. Quru setkanın üstündə yatırdıq. Bizim qadınlarımıza da işgəncələ verib. Bizi Şuşanın türməsində başqa yerlərdə işlədilər. Şuşanın aşağı tərəfində pekarna vardı. Pekarnanın elə bir ki, ununu Azərbaycan xanımları yoğurtdururdular. Özləri isə pişirirdilər. O yanmış küt olan çörəkləri bizə verirdilər. Yəni pişməmiş xəmirli çörəkləri. Bizə yazığı gəlir. Bizi, məni bir dəfə Xankəndidən Enverə səbəb apardılar, uşaq bağçasına. Uşaq bağçasında bir qadın vardı, Azərbaycanlı idi. Deməli, hamilə idi, hamilə idi. Onu orada qışqırda bir dənə xələt kişi vardı. Basında xalı vardı, bir evəzə bir xələt xalı vardı. Deyirlər, onu qacaydı. Busnaya qaldı ki, onu doğurdu. Məncə çağırdı, apardı orada. Qadın orada Azərbaycanlı idi. Uşağı dünyaya getdi. Orada soruşdu ki, nədir? Dedi, qızdı. O üstündə bir sən izlədi. Qart dedi ki, minə şuluqanın adı, minə sallatın adı. Yəni, mənə qız istəmirəm. Oğlan istəyirəm ki, asılıyorsun. Belə baltası vardı. O körpə uşağın, inanırsan ki, mənim başımı belə tutur, baxa-baxa, 3 yeri böldü o uşağı. Yəni, o şeylər adamın şeyinə gələndə biraz, mən biraz təsirlənirəm. Yəni, bir oturmuşam, biraz özümü günü saxladım. Elə şeylər yazmaq üçəndə. Yəni, mümkün də o elmənin şəkili mənim gözümün qabağına getməyib də. Onu 10 ildə olsa, 20 ildə olsa ermənili, yaşdaşda da onun sifətindəki eybəcər xalı, onun baxışları, mən sizə onu tanıyayım, bu cəllatdır. Onlar bizə əşya kimi baxırlar. Görə bir ağılırdılar. Bu yaxınlarda Kəlbəzərdən, Kəlbəzər deyildim, Xankəndə köz gedirdi, televizyona baxardım. Bir kişi vardı erməni, Arvan idi, Arvan. Deməli, qabağında jurnalistə bizim ondan soruşdular, qabağında 60-70'dən qoyun aparır. O mənim qabağıma 2 dəfə, mənim Cəmillidə apardı biz işlərəndə, mən onu orada görmüşdüm mən. Hətta döyür eləyirdi bizə. Bizə deyir ki, bu qoyunlar deyir, sizin qoyunlardır. Siz yeyə bilmişsiniz, biz yeyirik. Siz kebabını yemədiniz, biz yeyirik. Hətta orada çay sökürdülər bizə, göz çay verir. Bizə daş verirlər ki, burada sizin kəndimizdir. Göz çay verirlər. Yerdən daş götür ki, ala, kəndinə iç. Deyəsən, ismini verirsən, daşı məcburi sənə yedirir. Həmin o kişi. Bəli. Kebabı orada yeyirdilər, sümüyünü atırlar, deyirlər bunu içdə. Yəni, bu başqa 2 dənə də Azərbaycanlı vardı. Bir dənə saqqalı kişi vardı, o bizdən çox qabaqdaydı. Bizə deyirlər ki, 11 aydır buradadır.
polis olub burada, nə bilim deyilmənlər deyildi. Mən onunla belə yaxın münasibət qura bilmədim. Yəni onlar bizi yandı belə. Yəni mən o ilməni Xankəndə gedəndə mən kaş orada onu tutub sən inəyərdim mən. Dişimlə didərdim onu. Yəni o insan mənə yanlıq verir ki, sizin qoyununuzu kebab yeməyə bacarmısınız, biz yiyəcəyik. O deyirdi ki, Kəlbəzlərdən getmişəm qoyunları. 60 dənə qoyunu Kəlbəzlərdən getmişdi. 20'ye yaxında deyib qoyunu Laçından getmişəm. Xeyli qoyunu vardı. Az 150 yaxın qoyun saxlayırdı orada. Şur düyməsində hər gün işgəncələrdi. Yəni deyirəm də sutqa ərzində 2 saat, 3 saat belə boş vaxtımız olar ki, ola indi özlərində saat salırlar, bizi döyməkdən yorulurlar, yəni 2 saat, 3 saat. Biz də o 2 saat, 3 saat ərzində biz də dincəlik. Döyülməkdən dincəlik, işləməkdən dincəlik. Yəni türmənin neçəni armağı, yəni zalımın zalımıdır. Orada vardı Samveli vardı, Varik vardı, Mərdəkandan Samveli vardı, Bakıdan Edik vardı, Davan olardı, mən yaşlı olardılar. Elə ki onlar başda yaşamıblar. Əmən baş quzuzlaşmışdılar. Yəni insan da bu qədər Azərbaycanda yaşayırsan, Azərbaycanın çörəyini yiyirsən, bura gəlib kəndə quzuzlaşdı və sənin qabağındakı olan insana qarşı əmansızcasına yəni bir əşya edirsən. İnanırsan barmaqlarımızı kərpizin quyruğundan kərpizlə vururdu. Dırnaqlarımızı. Deyir ki, dırnaqlarımız düşsün. Bir qadın vardı, adını bilmədim. İnanırsan ki, kərpizi qızdırdı, sinəsə basırdı. O adam dəyişirdi ki, o kərpizi təpik vurursan, kərpizi qızdırma. Biri var, dəmir qızdarsan. Ocaq qarda kərpiz yoxdur, atırdı ora. Kərpizi bir şeyin üstündə atırdı. Təmiz açmırdı. Elə paltanın üstündən. Sonra axşam biz eşitdik ki, həmin qadın ölüb. O işgəncələrə, əzablara kim ölməsi? Yəni, mənim qabıqam ısınmışdı, mən əlimlə bir şey ötənmirdim. Gəlirlər burada arxadan ki, yıxılırlar ki, bir tez elə. Bizdə qocalar vardı, işləyəmirdilər də indi. Biz cavanlar biraz olan yerində biraz işlədiyimizdən biraz daha artıq işləyirdi ki, onlara görə. Amma yenə də bulamın məzarımırlar. Yəni elə fikirləri orada ki, Türk deyil, yaşamalı deyil. Deyil, olarmış deyirlər ki. Biz zaten orada şurada olanda gəlib deyirlər ki, biz yabalqa kimi almışıq. Yəni belə bir ideya sürürlər ki, güya sabahsa biz bir qası verəsə, qasa bilməyək də, yabalqa kimi, bərdiyə kimi gəlib biz oturur deyirik, bu nə tez aldı bu torpaqları. Fikirləşim, o Kəlbəzlər gedir. Amma xəbərlərdə baxırıq ki, Ağdam getdi, Füzuliyə. Amma o böyük rayonları, məsələn, Beyləqandır, İmişlidir, Ağzabəli ola bilmirdik, bizə göstərmirlər. Deyir, biz külə kimi yalmışıq, yavaş-yavaş ki, Bakını alırıq. İstər-istəməz adamlarda rüsünü yaradırdı. Oturdum, fikirləşdim ki, sənin baxışı buradan çıxışın yoxdur. Hətta bir dəfə məni dövlətmə erməni dində, Azərbaycan dində. Onları söyledim 2 dəfə, 3 dəfə. Özə pis söyüşdürdüm ki, yəni avtomat səhəsini vursun, nə qədər döyülmə olar. Sifətə bilmirlər. Krasdan altı bazar gün gəlir, sənin sifətinə baxır ki, deyəməzsin ki, məni vurub. Vursalar, krasdan nəsə bilsər ki, burada onu səni döyüblər, o onlara biraz minus kimidir. Biz qorxumuzdan üçün onlara dəyər də bilmirik ki, bizi ermənilər döyür, bizi işgəncə verirlər. Hətta ağrıyan vaxtı olan qalanlarına gedir ki, göyə ki, bizim işlərimiz ağrımır. Bədənimiz sağ-salamatdır, ayağımız qırılmıyor.
Yani sağ-sağma əvvəliniz dediksə, yani onların mismarı kızdırdılar, yana batırdılar. Yana batırdı, inanırsan kül. Adi uzun köz yoktu ki, közü basacaq onun içine. Benim bu damarıma, burama, iki tanesini batırıblar. Əldən belə eləm görürüm, daş kimi də öyle köz qalıb da belə. Demişim evin ağzında orada. Köyünde onun gibi kesip çıkaranda ne olacak? Yani orada benim tırnaklarımı çıkaranda inanırsan ben 6 ay eve gelen sonra 6 ay ben çorap giyinirdim, çorapların tırnakları evde çıkmıştı diye. Bir bıçak gibi. Təzədən onu həkimə etdim. Həkim də onu dartdılar, yıxdılar, elədilər. Tırnaqlarım öz yerinə düşdü. Yani tırnaq öz səmtində çıxmırdı. Yani qaçmaq planımızı 3-4 nəfər vardı orada. Bir tane ustam vardı, onu kan kəndinə etmişler. Göğ kan kəndində uşaq pastasına çöl yapamağa. Orada bir səncə çöləyi, o küt çölələrlə, yanmış çölələr yığırlar bir şey var. Yaparlar ki, onlar ötə yeməyəsin. Ama beni orada apardılar, 2 nəfər orada, bir tane de etibarlı oğlan vardı, onu apardılar. Biz onu boşaldırdık, yürüyürdük. Taxtalı masada sınır deyildi. Yeşillər düzəldi ki, çölərimizə rahat yığsın aparsınlar. Gecə vaxtı dumanın üstü saat 5 idi. 5 yok idi. Dumanın üstü öyle. İnanırsan 1 metrine, 2 metrine adam ölür. Biz təxmini bildik. Bu istiqamətə yesək bulaydı. Düşdük. Deməli inanırsan ki, yani planımızda qaçış vardı. Yani ki, biz o nəzəri 5 ya da 5 yok idi, dumanın gəldiyi. 1 metre, 2 metreden bir adamın yüzünü görürdün. 4 nəfər biz əlimizə tutdulardı. Bir tane rica çıxar. Ondan qabaqda işığın dibində qırıq soyuqlarını yığmışdı ki, bir planımız var ki, qaçanda çölə götürək özümüzdən. İnanırsan ki, biz oradan necə qaçmışıqsa, 2 dənə dağı, 3 saatin içində, buradan baxanda bilirsən ki, yarısı bir 5-6 kilometre yol var da, 1 saat yarım içində biz orada 2 dənə dağı necə keçmişiksə, qorxu bizə bir şey deyil, inanırsan. Səhərsin gecəni orada qaldıq, səhərsin bax görürük ki, iç səslər gəlir. Axtarırlarsa. O 2 nəfər qorxularını qaçdı getdi, aşağı düşdülər. Mən dedim düşməyəcəm. Taburaya kimi gəlmişəm, uzaq burada tutsa da, orada tutsan da mənə öldürdülər, burada deyil. Orasından orada oğlan vardı. Orada kan şeydən gəlmişdi, çölə getməyə, kan kəndinə. Dedi ki, mən qalam burada. Of neyse. Biz gələndən sonra gördüm bu neyse, dağdan şeyində bu yumalandı, arka dəvə düşdü arxın içinə. Arxın içinə itlər gəldi, mən yapışdım mənlə. Harca 50-60 metrede itlər gəldi, mən tutdu. Səncə itlərdi, nə itlərdi? Uzun itlərdi, o bitiydi, neydi? Bizim deyim ki, çoban itidir, apsakalı yok. Tutmur, postu durur, var, sen sürüsü vurur. Yerler tuttu, inanırsan ki, ondan qabaq 2 nəfər də qaçamak tutmuşlar, onlara bir sürü vermişlər. Mən qartım deyim ki, öldürmək sirvası öldürün də belə. Deyirlər, niyə öldürürük səni? Səni dövməkdən, elmətimi səzzallıq. Yani, onların səni öldürməyi yox. Onların əsiri öldürmək onların için 2-1-2'dir. Onlar əsiri çox öldürmürlər ki, sağdır. Döyür, işkəncə belə əzəzə. Yani onu, hətta bizdə bir tane buz vardı, düyməydi, neydi? Onu kadar dövdülər ki, sökürdü, ayrılıb dövdülər dəzən. Dövdü, özündən gedidi, sökürdülər, ayrıldılar təzən dövdü. Onu en çok niye görür? Gör ki, Rus milletidir.
Rus milləti olduğuna görə onu deyirlər ki, bir də çox, nəyə görə çox deyirlər. Mən orada demiş, mən tatam. Millətim tatdır. Tatdır, ləzzətlidir, tanışdır. Bu millətləri görəndə deyirlər ki, siz Azərbaycanlı deyilsiniz. Sizin özünüzün başqa dövlət qura bilərsiniz. Sizin özünüzün başqa məktəbiniz var. Azərbaycanda başqa deyir talışlar, məsələn, talış yoxdur orada, orada bizə deyirlər. Deyir talışlar Qarabağda döyüşənməz, Ləzgilər döyüşənməz, Ruslar döyüşənməz. Sırf Qarabağlılar, yəni Azərbaycana döyüşənməz. Yəni onların bilsələr ki, başqa millət var, inanırsan ki, mənə oradan çox ona görə deyirlər. Elmar vardı bizdə, Ləzgi idi. O idi, bir də mən idim. Elmarın Ləzgi olduğuna görə deyirlər. Mən deyirlər tat. Mənə deyirlər ki, tat nəyəsə. Azərbaycan sözdən ağzımda əyirdim, eləyirdim. Düzüb qaşırdım, bu tatlı nədir. Amma Elmar Ləzgi idi, Ləzginlə danışıb eləyirdi. İkinci qaçış planına qədər bizi qaçanda mən onda tək qaçmışdım. İkinci qaçış planımın bir erməni vardı. Həqiqətən erməni onlar. Biz dedik ki, yox, onlar döyüş vaxtı şeydən qaçana, Fərari deyirlər də, onlar bizləri. Onlar o cümlədə ona Yubanıb Şah türməsində onlar ikinci mərtəbədə qalırlar. Onu da, məni də, bir nəfər şeyləndə bizi elə ki, Laçın tərəfə aparmışlar. Elə ki, Şuşadan bilinir, orada güllə var, deyildi, bu Laçın gülləsidir, nə idi, belədir. Mən də fikirləşdim ki, buradan Laçın etməm. Sonra fikirləşdim, bu Laçın orada, Laçın o tərəfə yeri yoxdur, Ermənistandır. Bu tərəfdə son gəldi, Qubadlı, Zəngizən, Cabdayar, belə qurq eləmək. İnanırsan, o erməni qaçdı oradan. Avqustun əvvəllərində bizi Krasnokres gəldilər, siyahıya alırlar ki, bəs orada bilən bizim ermənimiz var, kapitandır, aşotdur. Danışmışıq, əsirlərdən verəcəyik, onu alacaq. Məni 2 dəfə, 3 dəfə siyahıya saldılar. Elmardır, mənəm, bir dənə başqa deməm, bu da ulan var o. Biz həmişə 3 dəfə siyahıya salır, gəl bizə siyahıdan çıxardılar. Siyahıdan çıxardılar. Avqustun elə bir ki, 10'da 15'i, 14'ü bizi dəyişməyə getməkdir. Neyse, bir şey oldu ki, mən Şuşada qalmaq oldum. Gəldilər, dedilər ki, kimlər ki getməliydi, onlar saxlamışlar. O getməyən siyahının içində mən də qalmışdım orada. Dedilər ki, belə-belə 38 nəfər Xançanına yetdə, uşaq bağçasına yetdə, Xançanın uşaq bağçasına qadınlardan, qoca qadınlardan, kişilərdən yetdilər. Yoxsa 38 nəfər hazırladılar. Biri 39 nəfər, biri öldü. Yolda gedəndə bulan şirində bir dənə qadın öldü. Deyirlər, bəs bir nəfər də lazımdır. Biz onlar demiş ki, onlar deyirlər ki, Azərbaycan təvil deyib ki, söz danışdan ki, 39 nəfər demişsiniz, 39 nəfər bir dənə erməni veririk. Süre qaldılar, məcbur qaldı məni, 39-cu adam kimi məni saldı orada. Yəni, bu formada mən dəyişmədə 39 nəfərin içində Azərbaycana gəldim. Yəni, bu da bir şansdır, yəni, həyatda ermənilər tərəfindən işgəncələr dözülüb, həyatda qalmaq və dəyişilmək bir şansdır mənim üçün gəlir. Amma bir gündə mən ermənilərin bunu danışır, ermənilər belədir, elədir. Amma mən yenə də deyirəm, erməni mənimdir. Erməni mənim. Görmək gözüm yoxdur. Erməni heç kim bağışlanmaz, mənim kimi əsirlər də bağışlanmaz. Veteranlarımız var, qazilərimiz var, şəhid analarımız var. Yəni bu qrupda olan insanlar erməni heç vaxt bir yerdə ola bilməz. Erməni bizim düşmənimizdir. Onlar bizə düşmən deyiləsə, biz onlara şikayət edirik düşməndir.